babası düyünlük. Əməliyyat elədik, yenisi çıxdı yerinə yenisi çıxmır. Bu mifdir. Sadəcə digərləri böyüyür. Sabah hamilə olanda, ana olanda yenə babası düyünləri çıxma ehtimalı var. Bundan xəbəriniz olsun. Çünki çox gənc yaşlarda əməliyyat olunanlarda sonradan çıxma ehtimalları var. Bu zaman götürdüyümüz düyünün yerində çıxmır heç vaxt. Digər düyünlərin böyümə ehtimalı olur. Çünki bağırsağın içərisində düyünlərin sayı çoxdur. Bunlar bağırsaq divarlarında otururlar və amortizasiya, yəni oranı qorumaq, təzyiqi azaltmaq funksiyası yerinə yetirirlər. Hansı düyün böyüyürsə, həkim onu görür bağırsağın içərisində və onu əməliyyat edir. İnsan həmin həyat tərzini davam edirsə, digər düyünlər də böyüməyə başlayır. Ona görə bəzən deyirlər ki, babası düyünlük. Əməliyyat elədik, yenisi çıxdı yerinə yenisi çıxmır. Bu mifdir. Sadəcə digərləri böyüyür. Özünüzü qorumağa arxayın olursa, mən sizə əməliyyat edə bilərəm. Düyünlərimizi götürək, lazer əməliyyat olacaqsınız. 15-20 dəqiqəlik bir əməliyyatdır. Həm xaricdəkiləri, həm daxildəkiləri rahatlıqla götürəcəyik. 1-2 həftə ərzində də normal həyat tərzinizə qayıdacaqsınız.